Bir ölkənin taleyi necə dəyişə bilər? Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdığı ilk illərdən Azərbaycanın iqtisadi modelini dayanıqlı qurmağa başladı. Çünki güclü dövlət, ordu, yüksək mədəniyyətə yol məhz iqtisadiyyatdan keçirdi. Bütün bunların təməlində isə Allahın Azərbaycan xalqına bəxş etdiyi bir nemət vardı: neft. Azərbaycan nefti yalnız resurs yox, gələcəyə açılan strateji xəritə olmalıydı. Bura nəhəng layihələrin başlanğıc nöqtəsidir. Dünyanın ilk dəniz neft platforması, neft daşları. Bu möcüzənin arxasında bir ad dayanır: Ulu Öndər Heydər Əliyev. Hakimiyyətə gəldiyi ilk dövrlərdən dənizdən neft qaz çıxarma sənayesində yeni bir dövrün başlanğıcı oldu. Üzən şef qurğuları, iri yük gəmiləri vasitəsilə Azəri, Çıraq, Şahdəniz, Günəşli kimi yataqlarda yeni işləmələrə başlandı. Ulu Öndər Heydər Əliyevin dediyi kimi neft daşları 20-ci əsrdən 21-ci əsrə salınmış bir körpüdür. 8 ölkə, 13 şirkət, bir vizyon. 1994-cü ildə burada Gülüstan Sarayında Azərbaycanın enerji taleyində böyük bir dilemma həll edildi. Təcrid olunmaq yoxsa dünya enerji sisteminə inteqrasiya? Əsrin müqaviləsi Azərbaycanı beynəlxalq enerji siyasətinin mərkəzinə çevirdi. Hədəf emal edən sənaye dövləti yaratmaq idi. Bu müqavilə həm də iqtisadi sabitlik və siyasi nüfuz demək idi. Biz artıq bu kontrakt əsasında sıx birləşirik, böyük əməkdaşlığa qoşuluruq. Müstəqil Azərbaycan Respublikası öz taleyinin sahibi kimi, öz sərvətlərinin sahibi kimi bu əməkdaşlıqda dünya birliyində, dünya iqtisadiyyatı birliyində öz layiqli yerini tutacaq. Tarixi müqavilədən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalandı. Heydər Əliyev adına neft emalı zavodudur. Zavod 1953-cü ildə yaradılıb və məqsəd ölkəni yüksək oktanlı benzin və digər yanacaq növləri ilə təmin etmək idi. İlkin olaraq müəssisə əvvəlki nəsil katalitik kreking qurğularının bazasında yaradılmışdı. Daha sonra isə zavod inkişaf etdi və bugün ən müasir standartlara cavab verir. Günlük istehsal həcmi bu zavodun 21.000 tondur. Heydər Əliyev adına neft emal zavodu ölkənin yanacaq enerji sütunu desək, biz yəni yanılmarıq. Təkcə avtomobil yanacaqları və təyyarə yanacağı deyil, ölkənin neft kimya sənayesinin xam mala təsis edən bu zavoddur. Zavodda 24 çeşid Azərbaycan neftinin 21-i emal olunaraq ümumilikdə 15 növ məhsul istehsal olunur və bu proses tam avtomatlaşdırılmış müasir qurğularla həyata keçirilir. Böyük enerji strategiyasının ən vacib mərhələsi Bakı-Tbilisi-Ceyhan neft kəməri oldu. Onun strateji əhəmiyyəti 20 ildir ki, göz önündədir. Hələ bundan sonra da neçə 10 illiklər olacaq. Bu boru kəməri indiyə qədər bu 20 il ərzində 4,6 milyard barel neft ixrac edib Xəzərdən dünya bazarlarına. Bu yolun real başlanğıc nöqtəsi buradır. Səngəçal, Xəzərin sahilindən çıxan Bakı-Tbilisi-Ceyhan kəməri Azərbaycanın 443 kilometrlik ərazisini qət edərək Qafqaza doğru irəliləyir. Marşrut Gürcüstanda 249 kilometr aşaraq 3 ölkənin enerji əməkdaşlığını bir xəttə birləşdirir. Türkiyəyə daxil olduğu andan isə bu kəmər artıq qlobal enerji arteriyasına çevrilir. Ceyhan limanından Xəzər nefti dünya bazarlarına çıxır. Enerji mirasının nəticələri. Milyardlıq ixrac gəlirləri, regionda enerji liderliyi, qərbə və şərqə uzanan boru xətləri, çoxşaxəli enerji konsepsiyası, dünya enerji bazarında etibarlı tərəfdaş statusu.
Bu miras yeni limanların, sənaye zonalarının yaranmasını və müasir ordu quruculuğunu təmin etdi. Neftin düzgün idarə olunması müdafiə gücünü gücləndirdi. Ən yüksək siyasi nəticə isə Azərbaycanın tarixi zəfəri və ərazi bütövlüyünün bərpasıdır. Çox sevinirəm və xoşbəxtam, sevinirəm ona görə ki, bütün gördüklərinizin əsasını qoyanlardan biriyəm. Onun təməlini qoyanlardan biriyəm. Səkinə Hacıyeva, Fəzail Kəmalov, Nuran Ələkbərli, Yalçın Tahiroğlu, Ruslan Əsənov, ASTV Xəbər.